Salam, məndən sınaq 22-nin izahını istəmişdiniz. Əslində bu sualların hər biri bir sənət əsəri kimi bir izahat istəyir. Amma çalışacağam ki, vaxt məhdudiyyəti daxilində bu sualların daha qısa, daha lakonik cavablarını verim. Amma nə qədərini verə biləcəm vaxt imkanı daxilində onu bilmirəm. Hər halda başlayaq. Sınaq 22, birinci sual. Bir canlının diploid hüceyrəsində olan xromosom və genlər aşağıdakı kimidir? Buna görə bu canlıda verilənlərin bərabərliyi neçə olar? Burada gen sayı hər bir latın əlifbasının hərfləri bir geni göstərir və biz bu hərfləri saysaq görəcəyik burada 6, 7, 8, 9, 10 ədəd gen var. Xromosom sayı isə düz xətlər xromosomları təmsil edir və düz xətləri də saysaq burada 6 ədəd xromosom var. Homoloji xromosom cütü homoloji xromosom üzərində eyni genləri daşıyan oxşar xromosomlardır və biz burada 3 cüt homoloji xromosom görürük. Deməli, xromosom cütü 3-dür. Crossingover getmədən əmələ gətirə biləcəyi qametlərin növ sayı, crossingover getməzsə bu mənə 1, 2 qamet, bu mənə 1 tip qamet, bu mənə 2 tip qamet verər. 2 vur 1 vur 2 bərabərdir 4. Deməli, 4 sort qamət əmələ gələ bilər. 1 böyükdür 2-dən, o da böyükdür 4-dən, o da böyükdür 3-dən. Və burada doğru cavab variantı olacaq Y variantı. Növbəti sual. Aşağıdakı nəsil ağacında 1 və 2 və 3 və 4 eyni yumurta əkizləri olduğunu görürük. Və buna görə fikirlərdən hansının doğru olduğu mütləq deyil. 5 və 6 nömrəli fərdlərin qan qrupları eynidir. Bu mütləq deyil, eyni də ola bilər, müxtəlif də ola bilər. Çünki baxmayaraq ki, anaları və ataları eyni yumurta əkizləridir. Lakin qamet əmələ gəlmə prosesində crossingover prosesi gedir. Profaza 1-in profaza 1-də meyozun birinci profazasında və nəticədə yeni kombinasiyalar əmələ gəlir. Eyni zamanda demək, mayalanma zamanı qametlər təsadüfi olaraq birləşir və nəticədə övladlarda fərqli qan qrupları ola bilər. Yəni, eyni də ola bilər, müxtəlif də ola bilər. Bu təsadüfi xarakter daşıyır və mütləq deyil. Bir nömrəli fərddə homozigot dominant olan bir əlamət, tutaq ki, homozigot dominant deyirsə, burada işarə elədim böyüyə ilə və bu birdə olan əlamət onunla eyni yumurta əkizi olan 2-də də öz əksini tapacaq, özünü göstərəcək, yəni o da bunu daşıyacaq və 2-nin övladı olan 6-da bu əlamət mütləq şəkildə fenotipində üzə çıxacaq. Çünki bir dənə A genini anasından almış olacaq və əlamət dominant olduğu üçün 6-nın fenotipində üzə çıxacaq. Deməli, bu doğrudur. Bunu mütləq olaraq deyə bilərəm. Ona görə 2-ni götürməyəcəm. 3 və 4 nömrəli fərdlərin əmələ gətirəcəyi bütün qametlərdə genotip növü eynidir. Bunu da deyə bilmərik. İndicə dedik ki, crossingover zamanı, daha doğrusu gametogenez prosesi zamanı meyoz 1-in profazasında crossingover prosesi gedir və nəticədə müxtəlif genotiplər meydana gələ bilər. Buna görə 3-ü mütləq olaraq söyləyə bilmərik. 2 nömrəli fərd, 2 nömrəli kimdir? Bax, budur. Və 5 və 6, 6 da bunlardır. Fərdlərlə eyni nüvə genləri baxımından eynidir. Bunu da biz deyə bilmərik. Çünki bunlar müxtəlif valideynlərin övladlarıdırlar və mayalanma zamanı dediyimiz kimi müxtəlif tip qametlər əmələ gələ bilər və mayalanma zamanı qametlər təsadüfi olaraq birləşəcəkdir. Yəni, nüvə genləri baxımından heç də eyni olmayacaqdır. Ona görə də biz bu cavabı da mütləq kimi götürə bilmərik. Doğru cavab 1, 3 və 4 cavabı. Bu da Y variantındadır. Növbəti sual 3-cü sualdır. Bir canlı 5 müxtəlif əlamətə görə maksimum 8 növ qamət əmələ gətirir. Əmələ gələn qametlərin minimum neçə növü özündə resessiv əlamətə malik gen daşıyır. Bunu
Keçən dəfə də izah eləmişdim. Bir canlı 5 əlaməti var və 8 növ qamət əmələ gətirir. Qamət növünü necə hesablayırıq? 2 üstü n. N nəyi bildirir? Heterozigot sayını. Deməli, 5 əlamətdən neçəsi heterozigot olmalıdır ki, 8 sort əmələ gəlsin qamət? 3. Çünki 2 üstü 3 mənə 8-i verir. Məsələn, birinci A əlamətini hetero götürərəm, ikinci B əlamətini hetero götürərəm, üçüncünü də. Lakin digər iki əlaməti homo götürməliyəm, amma homozigot dominant yoxsa homozigot resessiv. Bunun üçün məsələnin şərtinin ardını oxuyuram. Deyir ki, qametlərin minimum neçə növü özündə resessiv əlamətə malik gen daşıyır. Əgər maksimum desəydi, o zaman mən digər iki əlaməti dominant resessiv yazardım və mütləq ki, əmələ gələn 8 sort qametin 8-ində də resessiv gen olacaqdı. Lakin minimum dediyinə görə mən digər iki əlaməti, tutaq ki, onu D ilə və ya digər əlaməti də Y ilə işarə etsəm, bu zaman onları homozigot dominant götürəcəm ki, minimum sayda resessiv genə malik olan qamət alım. Çünki qametin biri bu şəkildə olacaq. Böyük ya, böyük B, böyük C, böyük D, böyük Y qaməti olacaq və burada bir resessiv gen görürükmü? Görmürük. Deməli, 8 sot qamətdən birini çıxsa, yerdə qalan 7 növ qamət özündə resessiv əlamətə malik gen ən azı bir dənəsini daşıyacaq. Məsələn, tutaq ki, böyük ya, böyük B, kiçik C, böyük D, böyük Y. Ən azı bir dənə bu C əlamətinə görə o resessiv geni daşıdı bu şəkildə. Ona görə də burada da doğru cavab olacaq 7, yəni B variantı. Növbəti sual deyir ki, aşağıda 1 və 2 nömrəli 2 fərqli hüceyrə verilib və bunların üzərindəki xromosomların üzərindəki bəzi genlər burada göstərilmişdir hərflərlə. Bu hüceyrələrin xromosom sayı aşağıdakılardan hansında doğru verilmişdir? Görürəm ki, bu homoloji xromosom cütüdür. Çünki üzərində eyni genləri daşıyır. Baxın, A eyni əlamətin genləridir, alternativ formalardır. B eyni əlamətin genləridir, alternativ formalardır. Yəni, qısacası bu homoloji xromosom cütüdür. Bir xromosomun bir dənə də cütü varsa, deməli bu diploid yığımdır və bunun diploidi 2-yə neçəyə bərabərdir? 2-yə. Çünki 2 xromosom görürük. Burada isə görürəm ki, bu homoloji xromosom cütü deyil. Çünki eyni genləri üzərində daşımır. Bu G geni, D geni daşıyır, bu K geni daşıyır. Burada T geni görürəm, burada N geni görürəm. Deməli, bu diploid yığım deyil. Bu haploid yığımdır ki, homoloji xromosom cütündən bir dənəsi gəlib düşübdür bura və burada haploid yığımda neçə xromosom görürəm? 1, 2 dənə xromosom görürəm. Yəni, ola bilər ki, 2-4 olan bir hüceyrə olmuşdur, meoz keçirtmişdir və bu şəkildə hüceyrə qamət əmələ gəlmişdir. Deməli, birincinin xromosom dəsti 2n2, ikincinin xromosom dəsti isə n-i 2-yə bərabərdir. Ona görə də burada doğru cavab B variantı olacaq. Növbəti sual. 5-ci sualda deyir ki, aşağıdakı nəsil ağacında autosom resessiv əlamətə malik fərdlər rəngli verilmişdir. Yəni, müəllimlər, bu rənglənmişlərin hamısı autosom resessiv əlamətə malik olduğu üçün bunların hamısına kiçik yay genotipi ilə işarə eləyəcəyik. Və burada deyir, X-in yerində belə ağ erkək fərd işarəsi deməkdir də bu. Dairələr dişi fərdi, kvadratlar erkək fərdi göstərir və içərisi də rənglənməmişdir. Yəni, bu deməkdir ki, bu əlamətə malik deyil. Yəni, qısacası bu genotipdə olmamalıdır. Bu X-in yerində bu şəkildə olmalıdır və biz bunun ehtimalını tapmalıyıq. Necə tapaq? Əgər mən atasını burada genotipini təyin etmək istəyirəmsə, aydın məsələdir ki, ata homoloji xromosomdan deməli, üzərindəki genlərdən kiçik A-nı mütləq şəkildə atasından götürəcəkdir. Anasından isə böyük A genini götürmüşdür. Çünki əgər anasından da kiçik A götürmüş olsaydı, içərisi qardaşında olduğu kimi, bax bunda olduğu kimi rənglənmiş olardı. Deməli, ana heterozigot imiş ki, böyüyə kiçik A imiş ki, onun övladının biri anasından böyük yanı, atasından kiçik yanı alıb, daha doğrusu biri, bax bu rənglənmişi, anasından da kiçik yanı, atasından da kiçik yanı alıb və kiçik ya genotipli olub. İçərisini görürsünüz, rəngləyiblər. Amma digəri isə bu əlamətə malik deyil. Deməli, o dominant gen daşıyır. Dominant geni də kimdən ala bilərdi? Atasında olmadığına görə bu bir dənə dominant geni mütləq şəkildə anasından almışdır.
Deməli, X-in atasının genotipi oldu böyük ya, kiçik ya. İndi bir də anasına baxaq. Anası da yenə də ananın anası kiçik ya, kiçik A genotiplidir. Deməli, o mütləq şəkildə anasından kiçik yanı almışdır. Atasından da eyni şəkildə böyük A-nı almışdır ki, bunun içərisi rəhlənməmişdir. Deməli, ata böyük ya, kiçik ya da ola bilərdi və ya böyük ya da ola bilərdi. Fərqi yoxdur. Əsas odur ki, ata öz oğluna böyük A-nı ötürə bilsin. Anasından isə oğul kiçik A-nı almışdır. Deməli, böyük A, kiçik A, böyük A, kiçik A çarpazlaşdırmadan X əmələ gəlir. İndi baxaq görək, böyük ya, kiçik A-nı böyük ya, kiçik A ilə çarpazlaşdıranda nə verir? Böyük ya verir. 2 pay böyük ya, kiçik ya verir. 1 pay da kiçik A verir. Yəni bunun içərisi rənglənməmiş olması üçün bu genotip yox, digər genotiplər dominant homozigot və dominant heterozigot olmalıdır. Bu da neçə ehtimaldır? 4 ehtimaldan 3-üdür. Deməli, 4də 3 ehtimaldan, 4də 3 ehtimalla bu əlamətə malik olmaya bilər. Bəs erkək olması, yəni kvadrat göstərdiyinə görə, bu da 2də 1 ehtimaldır. Çünki erkək və ya dişi fərdlərin əmələ gəlmə ehtimalı 1-in 1-ə nisbətindədir. Ehtimalları bir-birinə vururam, tapıram ki, 8də 3 ehtimalla burada X-in yerində belə ağ və kvadrat işarəsi qoyula bilərdi. Yəni, bu əlamətə malik olmayan erkək fərd doğula bilərdi 8də 3 ehtimalla. 6-cı sual. İnsana aid verilən hüceyrələrdən hansı allel genlər cütünün yalnız birinə malikdir? Deməli, biz burada haploid xromosom dəstinə malik olan hüceyrəni götürməliyik. Bu isə qametdir və spermatozoid hüceyrəsini seçə bilərik. Doğru cavab C variantı. Növbəti sual 7-ci sualdır. 7-ci sualda deyir ki, aşağıda 4 fərqli uşağın qanına anti-A, anti-B və anti-RH damladıldıqda verdiyi reaksiyalar göstərilmişdir. Yəni, çökmənin olub-olmaması göstərilmişdir. Çökmə olduqda bu şəkildə içərisi daha sıx nöqtələrlə, çökmə olmadıqda isə belə seyrək şəkildə nöqtələrlə göstərilir və biz demişik ki, eyni adlı antigenlə antitel bir araya gəldikdə eritrositlər bir-birinə birləşir, aglyutinasiya deyirdik, buna çökmə verir. Və indi təyin eləyək birinci, ikinci, üçüncü və dördüncü fərdin qan qruplarını və qan rezusunu təyin eləyək çökmənin olub-olmamasına görə. Baxırıq birinci fərdə. Əgər anti-A damladıldıqda çökmə baş veribsə, deməli, onun qanının eritrositində A antigeni var imiş və B antigeni yoxdur, ona görə B antiteli ilə çökmə verməyib və rezus faktoru da yoxdur, ona görə anti-RH ilə də çökmə verməyib. Deməli, bu insan -2 qan qrupuna, A qan qrupuna mənfi aiddir. İkinci, anti-A ilə çökmə verməyib, deməli, bunun anti-A'sı, A antigeni yoxdur. Anti-B ilə çökmə verib, deməli, demişdik, eyni adlı antigen və antitel bir yerdə olmaz, çökmə verəcək. Deməli, bunun B antigeni var imiş və anti-RH-la da çökmə verib, deməli, rezus faktoru da var və müsbət qan qrupuna malikdir, müsbət rezusludur. Deməli, indi baxırıq üçüncü şəxsə yenə də anti-A ilə çökmə verməyib, deməli, A antigeni yoxdur. Anti-B ilə çökmə verməyib, deməli, B antigeni də yoxdur. Heç bir antigeni yoxdursa eritrositində, deməli, o 0 birinci qan qrupuna malikdir və anti-RH ilə çökmə veribsə, deməli, o müsbət qan qrupuna malikdir, müsbət rezuslu qana malikdir. Dördüncü şəxs isə anti-A ilə çökmə verib, deməli, A antigeni var. Anti-B ilə çökmə verib, deməli, B antigeni də var. Anti-RH ilə çökmə verib, deməli, RH da var. Deməli, bu müsbət qan qrupuna malik olacaq. Vəssalam, biz 4 uşağın 4-ünün də qan qrupunu təyin etdik. İndi oxuyuruq sualın ardını. Bu uşaqlardan hansıları AB RH müsbət və o RH müsbət qan qrupuna malik valideynlərdən meydana gələ bilməz? Baxaq. AB və OO və hər ikisi müsbət. Tutaq ki, hər ikisini də heterozigot vəziyyətdə götürsək. Buradan hansı övladlar dünyaya gələ bilər?
AO ikinci qan qrupu, BO üçüncü qan qrupu, həmçinin R-ri də çarpazlaşdırsaq, bizə böyük R, böyük R, kiçik R, yəni həm mənfi, həm də müsbət qan qruplu uşaqlar dünyaya gələ bilər. İndi deməli burada həm mənfi, həm müsbət var. Zaten bu əmələ gələ bilər. Biz qan qruplarına baxaq. Deməli bu nikahdan AB ilə O-nu çarpazlaşdıranda 2 və 3 əmələ gələ bilər. 2 və 3 əmələ gələ bilər. Amma birinci qan qrupu və dördüncü qan qrupu əmələ gələ bilməz. Bizdən də əmələ gələ bilməz dediyinə görə 3 və 4-ü götürəcəyik. Doğru cavab Y variantı olacaq. Növbəti sual 8-ci sualda deyir ki, genotipi böyük ya kiçik ya, kiçik B, böyük C, böyük Y, kiçik Y olan bir canlı aşağıdakı hansı genotipli fərdlə çarpazlaşanda bütün əlamətlər üzrə heterozigot fərdlərin əmələ gəlmə ehtimalı ola bilər. Bütün əlamətlər üzrə heterozigot əmələ gəlməsi üçün baxıram hər bir əlamətə ayrılıqda böyük A, kiçik A, kiçik A. Buradan böyük A və kiçik A birləşər, heterozigot əlamət meydana gələr. Buradan kiçik B, buradan da kiçik B. Buradan heterozigot genotip əmələ gələ bilməz. Çünki ikinci əlamət üzrə yalnız homozigot vəziyyətdə ola bilər. Kiçik B. Ona görə A variantını götürmürəm. Bizə lazımdır ki, bütün əlamətlər üzrə heterozigot fərd əmələ gəlsin. Gəlmə ehtimalı olsun daha doğrusu. İndi baxıram B variantına. Buradan böyük A, buradan kiçik A və ya əksinə buradan kiçik A, buradan böyük A birləşər və nəticədə deməli heterozigot genotip yaranar. Buradan da həmçinin kiçik B gələr, buradan böyük B birləşər və heterozigot luq yaranar. Buradan böyük C, amma buradan da böyük C başqa ehtimal yoxdur. Ona görə də homozigot əlamət yaranacaq. Deməli, üçüncü əlamət üzrə burada heterozigotluq meydana gələ bilməz. Buna görə B variantını da atıram. C variantında deyir ki, yenə də A böyük A, kiçik A ola bilər. Amma burada yenə B əlamətləri hər ikisində homozigot vəziyyətdə olduğuna görə ikinci əlamət B əlaməti üzrə heterozigotluq meydana gələ bilməz. D variantına baxıram. Buradan böyük A gələr, buradan kiçik A birləşər, heterozigotluq yaranar. Buradan kiçik B, buradan böyük B, heterozigotluq yaranar. Buradan böyük C, buradan kiçik C, heterozigotluq yaranar. Buradan kiçik Y, buradan böyük Y, heterozigotluq yaranar. Deməli, 4 əlamətin 4-ü üzrə də heterozigot fərd meydana gələ bilər. Ona görə də burada doğru cavab D variantı olacaq. Növbəti sual 9-cu sualdır. Çavların quyruq uzunluğunu müəyyən edən 3 cüt gen vardır. Bu genlərin resessiv olanları 2 cm, dominant olanları isə 3 cm uzunluğunu ifadə edir. Buna görə kiçik A, kiçik B, kiçik C, yəni qısacası 3 əlamətə görə resessiv homozigotu 3 əlamət üzrə dominant homozigot fərdlə çarpazlaşdırıblar. Sonra da F2 nəsli alıblar. Yəni təbii ki, birinci nəsildə hər 3 əlamətə görə heterozigot trihibrid fərd alınacaq. 3 əlamət üzrə heterozigotluq yaranacaq. Sonra bunları da öz aralarında çarpazlaşdıranda biz ikinci F2 nəslini alacağıq. Və bu nəsildə 13 cm quyruğa malik olan dişi siçanların əmələ gəlmə ehtimalını istəyir. Gəlin bura baxaq. Burada təmiz səhifədə yazın. Deməli, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C əlamətini çarpazlaşdırırıq. Öz aralarında böyük bir A. Bəli, buradan əmələ gələcək 64 kombinasiya 4 üstü 3 düsturu ilə və yaxud buradan mənə 2 üstü 3, 8 qamət verir. Qamət sayı vur, qamət sayı 8 vur, 8, 64 kombinasiya əmələ gələcək. İndi mən onların hamısını 64-ünü də yazmaq fikrində deyiləm. Sadəcə olaraq gəlin baxaq görək ki, bu kombinasiyalardan neçəsi bizə 13 cm quyruq uzunluğunu verəcək. Deyir ki, resessiv genlər 2 cm, dominant genlər 3 cm ifadə eləyir. Deməli, məndə genotipdə bir dənə dominant gen, 5 dənə də resessiv gen olsa, baxın, fərdin genotipi bu şəkildə olsa, gəlin hesablayaq. A 3 cm verəcək, yerdə qalanları
2 santimetr verəcək. 1, 2, 3, 4, 5 dənə 2 santimetr. 5 vur 2, 10. Bu da üstəgəl A 3 santimetr verdiyi üçün 3. 10 üstəgəl 3, 13. Deməli, yalnız bu şəkildə genotiplər mənə 13 santimetr quyruğu verər. Başqa hansı versiyada yazaram ki, bir dənə də bir dominantım, yerdə qalan resessiv genlər olsun. İndi B əlamətində genin birini böyük yazaram. Sonra C əlamətində genin birini dominant yazaram. Daha doğrusu dominant yazaram desəm, bayaq resessiv dedim. Aha, yəni bu şəkildə genotiplər mənə 13 santimetrlik quyruq verəcək. Və indi, yəni hesablaya da bilərsiniz. 3 vur 2 vur 5. Üstəgəl 2 vur 5, 13. Bax, burada bir dənəsi 3, yerdə qalanlar 2 vur 5, 10. Elədi 13. Bu, hər biri də bu şəkildə. Hər birindən də neçə ədəddir? Hər birindən 2 ədəddir. Hardan bilirəm? Monohibridin çarpazlaşmasından bilirəm də. Məsələn, böyük ya kiçik ya əlamətini böyük ya kiçik ya əlaməti ilə çarpazlaşdıramanda mənə nə verirdi? Böyük ya 2 pay böyük ya kiçik ya, 1 pay da kiçik ya kiçik ya. Və yerdə qalan isə görürəm ki, burada yenə də eyni qaydadır. BB-ni BB-lərlə, CC-ni CC-lərlə çarpazlaşdıranda eyni qaydada biz alırıq və sonra ehtimalları vururduq bir-birinə. Məsələn, böyük ya kiçik yanın əmələ gəlmə ehtimalı oldu 2 pay, kiçik B-nin əmələ gəlmə ehtimalı oldu 1 pay, kiçik C-nin əmələ gəlmə ehtimalı oldu 1 pay. 2 vur 1 vur 1. Elədi 2. Deməli 2 pay bundan alına bilər. Eyni qayda ilə 1 pay vurulsun 2 pay, vurulsun 1 pay. 2 pay bundan. 1 vurulsun 1, vurulsun 2. Bu da eləyir 2. Yəni bunları artıq bilirsiniz. Onun üzərində çox da dayanmıram. Yəni bu 6 növ 6 daha doğrusu 6 ədəd bu cür fərq əmələ gələ, bu cür kombinasiya əmələ gələ bilər. Cəmi neçə kombinasiyamız var idi? 64 kombinasiyamız var idi. 64 kombinasiyadan 6-sı bizə 13 santimetrlik quyruq verəcək. Bəs bir də burada dişi sıçanın əmələ gəlmə ehtimalı deyir axı. Biz də demişdik ki, yaranan fərdlərin dişi və ya erkək olma ehtimalı birin birə nisbətindədir. Yəni 2də 1 ehtimalla dişi ola bilər. Və ehtimalları bir-birinə vururuq. Buradan ixtisar gedir 2-yə, qalır 64-də 3. Doğru cavab 64-də 3. A variantı olacaq. Davam edirik. Deyir ki, 3 sərbəst əlamətə görə fenotipi böyük M, kiçik Z, böyük K olan bir canlının genotipi aşağıda verilən canlı hansı canlılarla çarpazlaşdırıldıqda müəyyən edilə bilər. Yəni mən burada genotipi təyin eləmək istəyirəmsə, biz də nəyin genotipini təyin eləməyə çalışırıq hər zaman? Analiz edici çarpazlaşdırma apararaq, təbii ki, dominant fenotipli fərdlərin. Dominant fenotipli fərdləri çarpazlaşdırırıq resessiv fərdlərlə və bu zaman biz ona analiz edici çarpazlaşdırma adlandırırdıq və genotipi, dominantların genotipini homozigot və ya heterozigot olduğunu təxmin eləyirdik. İndi burada da neyəcəyik? Deməli, bax bu M, Z əlamətini, Z onsuz da resessivdir, fenotipcə də görürük resessivdir. Ona görə Z-in heç bir bizim üçün əhəmiyyəti olmayacaq. Bizə lazımdır ki, M və K əlamətlərinə görə analiz edici çarpazlaşdırma aparaq. Ona görə də biz çarpazlaşdırma aparacağıq M və K əlamətləri üzrə resessiv olanlarla. Baxıram birinci genotipdə M əlaməti resessivdir, amma K əlaməti dominantdır. Mən dominantı dominantla çarpazlaşdırıb, bu analiz edici çarpazlaşdırma deyil, nəyi müəyyən eləyə bilərəm? Deməli, biri götürməyəcəm. İkinci, bəli, bu fenotip kiçik M və kiçik K fenotipləri mənə deyir ki, genotipcədə kiçik M və kiçik K-dır və bu, deməli, analiz edici çarpazlaşdırma aparmaq üçün uyğundur. Ona görə 2-ni götürəcəm. Həmçinin də Z üçüncüdə də mən həmçinin M və K-nın bizə dediyim kimi də əsas M və K lazımdır. Z zaten resessiv əlamətdir. Bunu analiz edici çarpazlaşmaya ehtiyac yoxdur. Biz resessivlərin fenotipini, fenotipə baxan kimi müəyyən edə bilirik. Ona görə bizə lazımdır M və K əlamətləri üzrə resessiv homozigot olsun və burada da 3 də ona uyğundur. Deməli, doğru cavab 2 və 3. Y variantı olacaq.
Növbəti sualda nə deyir? Onu təmizləyim. 11-ci sual. Eyni xromosom üzərində A, B, C və D genləri arasında crossover ehtimalı aşağıdakı kimidir? Bunu yazaq. Deməli, crossover ehtimalı genlər arasındakı məsafə ilə düz mütənasib idi. Yəni, genlər bir-birindən nə qədər uzaq məsafədə yerləşirdisə, crossover ehtimalı bir o qədər çox idi. Və mən verilən variantların içərisində görürəm ki, ən böyük ehtimal 20%-dir və bu A və C genləri arasındadır. Və ona görə də bunlar arasında məsafə 20 sm ola bilər. Sonra daha ondan bir qədər kiçiyi A və B genləri arasındadır və bu 12 santimetrdir. Deməli, buradan burada məsafə 12 ola bilər, 12% olduğuna görə. O zaman B ilə C-nin arasında məsafə nə qalır? Baxın, 20-dən 12-si bura qədərdirsə, burada 8 qalır. Və A-D genləri arasında məsafə isə 5-dir. A və D. Buradan bura qədər də 5'dir deyir. O zaman B ilə D-nin arasına nə qalır? 7 qalır. Çünki A ilə B-nin arası 12-dirsə, bura qədər 5'dirsə, bura qədər də 7 olmalıdır. Bəli, ardıcıllıq bu şəkildə olacaq. Bizdən də sıralamanı istəyir. A, D, B, C ardıcıllığı. A, D, B, C ardıcıllığı burada C variantındadır. Bəli, C variantı. Və növbəti sual, 12-ci sual. Deyir ki, B qan qruplu rəvanın qan plazması Akif ilə Banunun qanlarına damladıldı və nəticə aşağıdakı kimi oldu. Nəticələri göstərilir. Bax, burada variantların içində və deyir ki, bu nəticələrə görə Akif və Banunun eritrositləri hansı ola bilməz? Deməli, rəvanın, B qan qruplu rəvanın qan plazması damladılıb. Qan plazmasında nə olur? Antitel olur. Eritrositlərdə antigen olur. Qan plazmasında antitel olur. İndi bu rəvan B qan qrupludursa, yəni o B antigenini daşıyır. Deməli, qan plazmasında da A antiteli olacaq. Deməli, A antiteli damladılıb da belə götürürük. Akifdə çökmə var. Akifdə çökmə varsa, deməli, Akifdə A antigeni var. Çünki A antigeni ilə A antiteli demişik ki, bir arada ola bilməz. Buna çökmə verir. Aglutinasiya baş verir. Deməli, Akifdə A antigeni mütləq A antigeni deyirəm. Akifin qanının eritrositlərində A antigeni var da, bəli, A antigeni var, bəli. Banuda isə çökmə yoxdur. Çökmə yoxdursa, deməli, Banuda A antigeni yoxdur. A antigeni yoxdur. Ola bilər ki, heç B də olmasın. Amma əsas odur ki, A antigeni olmasın. Akifdə mütləq şəkildə A antigeni var qanın eritrositində. Banuda isə A antigeni yoxdur. Və hansı ola bilməz? Baxırıq variantlara. Burada A antigeni Akifin qanının eritrositinin üzərində görürük. Biz də demişik ki, olmalıdır. Deməli, bu doğrudur. Banuda da A antigeni olmamalıdır. Burada da görürəm ki, yoxdur B A antigeni. Deməli, A variantı ola bilər. B variantına baxıram. A antigeni Akifdə görürəm. Bəli, B də var, olsun da bir zərəri yoxdur ki, əsas odur ki, A da var. Deməli, bu mümkündür. Banuda da heç bir antigen görmürəm. Olmasın, əsas odur ki, A antigeni də olmasın. Deməli, bu variant ola bilər. C variantına baxıram. C variantında göstərir ki, Akifin qanının eritrositlərinin membranının üzərində B antigenləri var. Amma A antigeni mütləq şəkildə olmalıydı axı. Var imiş ki, çökmə verib də A antiteli ilə. Amma burada görürəmmi o A antigenini görmürəm. Deməli, bu yanlışdır. Buna görə də burada ola bilməz dediyinə görə doğru cavab C variantı olacaq.